Herkese salam, mən Jalə müəllimə. Bugün sizlərlə Yusif Vəzir Çəmənzəminlinin Zeybək qızı əsərinin təhlilinə baxacağıq. Birinci əsəri oxuyum, ondan sonra başlayaq təhlilə. Mithat Əfəndi sabah erkən Darülfünunə gəldikdə oranın ingilislərin Hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi. Ağır bir həyəcan içində geri döndü. Deməli, Darülfünunumuza da əl uzatdılar deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi. Mithat Əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili ilə məşğul idi. Müharibə qayıb olmuş, məmləkət bilxeyr ingilislər, fransızlar, italyanlar, yunanlar tərəfindən parçalanmış, İzmir və civarı yıxılmış, Türk qanı ilə boyanmış. İstanbul işğal altında məmləkətin bütün münəvvər və alimləri Malta cəzirəsinə sürülmüş. Burada biz nə görürük? Görürük ki, artıq vəziyyət gərgindir Türkiyədə. Bütün ali, savadlı insanları Malta cəzirəsinə sürgün ediblər. Eyni zamanda kimlər tutmuşdu buranı? İngilislər, fransızlar, italyanlar və yunanlar, yəni 4 müttəfiq ölkə. Bu özdə müharibədən sonra baş verir uşaqlar. Mithat Əfəndi durdu. Ayaqlarına bir zəiflik gəlmişdi. Yürüyə bilmədi. Qəmli gözləri ilə ətrafa baxdı. Hər tərəfdə ingilis polisinə və əcnəbi əskərinə rast gəldi. Bütün türkləri ac, səfil və sönük çöhrəli gördü. Bu fəci mənzərədən acı bir həqarət duydu. Bu işlər düzəlirmi? Deyə içində bir şübhə doğdu. Bədbin bir halda yoluna davam etdi. Divan yolundan Sirkəçiyə indi. Yeni caminin yanından Qalata körpüsünə çıxdı. Sağ tərəfdən körpünün sürahisinə söykənib qaldı. Yazın gözəl günlərindən biri idi. Günəşin yaldızlı şüası boğaza dilfirib bir süs vermişdi. Mavi dalğaların içində cilvələnirdi. Əzəmətli dolma bağça sarayı sönmüş bir qürur ilə önündəki Yunan zirehlisinə tamaşa etmədə idi. Bəyoğlu başdan başa Yunan və əcnəbi bayraqları ilə donanmışdı. Mithat Əfəndi gözlərini yumdu. Başını çevirdi. Qarşıdakı Üsküdar xaraba bir qəbirstanı andırırdı. Arxa tərəfdən çıxan tüstü göyləri bürümüşdü. İngilislər meşələri millətçilərə məskən olmasın deyə yandırırmış. Deməli, buradan bizə nə aydın olur? Aydın olur ki, meşələri ingilislər məhz millətçilər gedib orada gizlənməsin, daldalanmasın deyə yandırırlar. Sağ tərəf mənzərəsi daha acı idi. Gözəl gülxana bağçası viranəyə dönmüşdü. Çiçəkliklər dep olmuş, ağaclar sınmış, güllər solmuş, bağçada daş kömür təpələnmiş, tel atılmışdı. Mithat Əfəndi izdirab içində geri çəkildi. Rəngi üzündən götürüldü. Bir də əsəbi halda qırmızı fəsini gözlərinə yeritdi. Laubali bir vəziyyətdə İstanbula döndü. Mithat Əfəndi evə dönmək istəmədi. Zaten evləri bütün əşyası ilə fransız zabitləri tərəfindən zəbt olunmuşdu və 10 başdan ibarət bir ailə İstanbulun uzaq bir güşəsinə, kiçik bir yerə sığınmışdı. Deməli, buradan bizə məlum olur ki, onların evlərində fransız zabitləri tutub, baxın, meşəni yandıran ingilislər də onların evini tutan isə fransızlardır. Onlar da gedib İstanbulun kiçik bir, uzaq bir güşəsində, kiçik bir yerdə daldalanırlar. Odur ki, Bayezid meydanına gəldikdə təkrar duruxdu. Fikirləşdi və bir saatlığa da olsa zülmkar əcnəbilərdən xali bir güşəyə çəkilməyə ehtiyacı duydu. Mithat Əfəndi şair idi. Onun üçün hürriyyət və gözəllik hər şeydən yüksək idi. Düşündü və bu iki neməti yalnız Süleymaniyyə camisində tapacağına qane oldu. Bu dəfə onu camiyə cəlb edən sənət eşqi və zövq duyğusu idi. Süleymaniyyənin sakin güşəsi, əzəmətli mənzərəsi, xariqə təşkil edən sənəti onun təhəmmül etdiyi bütün həqarəti unutduracaq idi. Keçirik əsərin ikinci hissəsinə. Deməli, burada nə görürük? Görürük ki, o bütün bəlkə dərdlərinə çarə olar deyə getmək istəyir Süleymaniyyə camisinə. Sönük və xərabə küçələri keçdi. Yanıq yerlərini adladı və caminin sakin dairəsinə daxil oldu. Qapıda çəkmələrin üstündən məsk idi və xalların üzəri ilə yavaş-yavaş uzaq xanaların birinə yanaşdı, oturdu. Camidə kimsə yox idi. Dərin bir sükut hökm fərma idi. Bu sükunu qəndillərlə qonmuş göyərçinlər arabir pozurdu.
Caminin quruluşu, cizgilərin incəliyi, boyaların uyğunluğu Mithət Əfəndini məşğul etməyə başladı. Yarım saat əvvəl gördüyü çirkin mənzərə tamamilə yadından çıxdı. Sənət zövqü onun ruhunda bir böyüklük doğurdu. Ona anlaşılmaz bir mətanət gəldi. Camidə Süleyman Qani dövrünün şan və əzəməti yaşayırdı və bu əzəmət Mithət Əfəndinin ruhunu bəsləmədə idi. Bir də tühaf bir nəşə içində dönüb qalmışdı. Zövq atəşi ilə dolmuş gözləri mehrabın ətrafında gəzirdi. Bir an cami qaralan kimi oldu. Mehrabın ətrafını boz bir pəlmə bürüdü. Sonra işıqlandı və göz qamaşdıracaq bir şüa içində bir zeybək qızı göründü. Deməli, ilk dəfə onun qızına zeybək qızı harda görünür? Məhz Süleymaniyə Camisində olanda görünür. Bu real deyildi, sadəcə olaraq onun gözünə görünür. Qarayağız, parlaq gözlü, məsum baxışlı bu qız bir şeylər söyləyirdi. Həyəcan içində çırpınırdı. Mithət Əfəndiyə bayğınlıq gəldi, özünü itirdi. Bir dayılanda cami əzəmət və dəbdəbəsində durmuşdu. Sükun həmən sükun idi. Yalnız bu sükunun özünə məxsus bir nəğməsi, əsrarəngiz bir tərənnümü var idi. Mithət Əfəndi bunu duydu və şair ruhuna bir ilham gəldi. Bir də zeybək qızını xatırladı. Zehnində onun məsum baxışını ehya etdi. Sonra bir həyəcan duydu. Məsum baxışlı qızı təkrar görmək üçün mehrabın ətrafına göz gəzdirdi. Bir nəticə hasil olmadı. Saatlarca oturdu. Nəhayət qalxdı. Camini tərk etdi. Sakin küçələr ona geniş göründü. Əsir şəhər hür və məsrur idi. Ruhunda elə bir əzəmət var idi ki, hər şeyi qırar, yıxar və hər şeyə qələbə çalırdı. Deməli, burada biz görürük ki, birinci bura gələndə o tam fərqli duyğularla, nifrət içində, kədər içində gəlir. Lakin Süleymaniyə Camisini görəndə onun məhz gözəl işləmələri onun şair ruhuna, sənətkar ruhuna təsir edir və sonra onun zeybək qızını görməsi ilə tamamilə işin rəngi dəyişir. O artıq daha üsyankar, baş verənlərə qarşı daha bir etiraz səsini artıq çıxarmağa çalışır. Biz bunu əvvəldən isə görə bilmirdik. Üçüncü hissədə artıq Mithət Əfəndi evə dönür, anası da mətbəxdə məşğul idi. Çağırır, dərdini anladır. Gedirəm, dedi. Nereye oğlum? Anadolu'ya. Babandan sordun mu? Bəs Darülfünun? Babamdan sormadım, sormaya da gəlməz. Darülfünün əsir, biz də zaten əsir. Əsarətdə elm təhsil etməyə qabilmi? Hür Anadolu hər şeydən yüksək. Zeybəklər silaha sarılmış. Deməli, burada görürük ki, deməli onlar Darülfünü də tutublar və bizə Mithət Əfəndi deyir ki, əgər Darülfünündə əsirdirsə, yəni orada tutulubsa, biz necə dərs keçə bilərik ki? Gərək azadlığımıza qovuşaq ki, sonra dərs keçək də, daha sonra təhsil alaq. Mithət Əfəndi həyəcanlandı, pancuru açdı. Xəlic və mərmərə göründü. Füsunkar bir gözəllik ruhunu oxşadı. Bir dəqiqə keçmədi. İncə minarələrə sarılmış sərvlərin arasında bir duman göründü. Yaldızlandı və məhsum baxışlı zeybək qızı bütün gözəlliyi ilə zühur etdi. Mithət Əfəndi bihuş olaraq kanepenin üzərinə sərildi. Görürsünüz, ikinci dəfədə artıq zeybək qızı onun gözünə görünür, lakin bu dəfə onların yaşadığı, sakin olduqları, sığıncaqda qaldıqları evdə görünür. Və baxın, həm birinci dəfə görəndə, həm də ikinci dəfə görəndə Mithət Əfəndi yıxılır, bihuş olur, yəni başı huşundan gedir. Deməli, Mithət Əfəndi sərildi, anası iztirabla üzərinə aldı. Bir dəqiqədə bütün ailə üzvləri ətrafını büründü. Mithət Əfəndini ayıltdılar, dili söz tutar tutmaz dedi. Bu əsir şəhəri tərk etməsəm, rahatlıq bulmayacağam. Anadolu məni çağırır. Mithət Əfəndinin atası Münir bəy babəli məmurlarından idi. Məslək və əqidəcə tam mənası ilə əski bir Osmanlı idi. Milli hərəkata, təcəddüdə inanmırdı. Onun üçün zat-ı şəhanənin iradəsi hər şeydən yüksək idi. Anadoluda günü-gündən qüvvət kəsb edən milli hərəkat Münir bəycə yalnız bir quldurluq, bir qaçaqçılıqdan ibarət idi. Odur ki, oğlunun fikrini anladıqda hiddətləndi. Oğlum, dəlirdinmi? Dedi. Yarın kurşuna mı düzülmək istəyirsən? Mithət Əfəndi mətanətli bir səslə. Bizi deyil, biz kurşuna düzəcəyik baba, dedi. Münir bəy büsbütün acıqlandı. Sus, sən çocuqsan, anlamazsan, dedi. İngilisin zirehlərinə qarşı mı gedəcəyik? Mithət Əfəndi atasının sözünü kəsdi. Evet, gedəcəyik. Allah Allah.
Anadolu və şuralar var. Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik. Allah Allah deyə Münir bəy əlini əlinə vurdu və hiddətindən uçunmağa başladı. Mithat əfəndi ayağa qalxdı və sakit bir səslə dedi: Anacığım, bana biraz yemək, bir cüt camaşır hazırla. Yarın erkən əsarəti tərk edəcəyəm. Gəlib keçirik 4-cü hissəyə və bu 3-cü hissədə görürük ki, Münir bəy, yəni Mithat əfəndinin atası məhz oğlunun cəbhəyə getməsinə, savaşmasına narazıdır, razı deyil. Lakin anasının da gördüyümüz kimi narazılığı sadəcə olaraq atasına görədir. Oğluna kömək etməyi, səssiz də olsa kömək etməyi düşünür. Anadoluya keçər-keçməz Mithat əfəndi könüllü yazıb İzmir cəbhəsinə getdi. Mithat əfəndinin nəzərini özünə ilk cəlb edən coşqun bir həyat, qüvvətli bir milli hərəkat oldu. Məmləkətin bütün varlığı toplanıb düşmənə qarşı polad bir sipər təşkil etmişdi. Hər kəsdən də əvvəl gözə çarpan çalışqan və fədakar türk qadını idi. Bunlar çiyinlərində silah daşıyırdılar, yaralılara baxırdılar. Bunlarla bərabər cüt və xışdan da əl çəkmirdilər. Geyimləri ilə qadın şıxlığını heç də xatırlatmayan bu arvadlar Mithat əfəndinin bütün rəğbətini qazanmışdılar. Biz deməli burada görürük ki, qadınlar da cəbhədə məhz kişilərlə birlikdədirlər, lakin həm də onları harda görürük? Arxa cəbhədə görürük. Qadınların kişilərlə birlikdə mübarizədə olmasını biz harda görmüşdük? Təbii ki, Kitabi-Dədə Qorqud dastanında məhz Qazan xanın arvadı Burla xatun da və öz igid dəstəsi ilə hara gedirdi? Oğlunu xilas etmək üçün düşmənin ocağına getmişdi. Müqayisə edə bilərik. Qadınlar Türkiyəni qurtaracaq deyə onda qüvvətli bir qənaət hasil olmuşdu. Cəbhə sakit idi. Hər kəs vəzifə başında hazır durmuşdu. Bir gün bir dəyişikliklər oldu. Mithat əfəndinin alayını biraz şimala köçürdülər və bir zeybək bölüyü ilə yan-yana oturtdular. Sipər həyatı isə əvvəlki kimi yekrəng və sıxıntılı idi. Aylardan bəri davam edən bu həyatı yalnız vuruşma dəyişə bilərdi. Vuruşmaların da nə vaxt başlanacağı sipərdəkilərə bəlli deyildi. Sıxıntılı həyata ara bir təğyir vermək üçün döyüşçülər Yunan qarovuluna ova gedirdilər. Bir axşam zeybəklərdən 2 nəfərin kəşfə çıxacağını Mithat əfəndi duydu. O da onlara qoşulub çıxdı. Burada kəşfə çıxacaq, yəni ki, düşmən əskərlərdən kimisə məhv eləmək, kimisə tutub məsəl üçün öldürmək. Tel örgülərdən keçdilər və yerlə sürünə-sürünə düşmən qaravuluna yanaşdılar. Təpə arasında saklı bir yerdə tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı. Biri də tüfəngə söykənib mürgü döyürdü. Türklər biraz gözlədilər. Sonra zeybəklərdən biri cəld yürüb bir qılınc zərbəsi ilə mürgü döyən nəfəri yerə sərdi. Mithat əfəndi o biri zeybəklə birlikdə yatan düşmən əskərini zərərsizləşdirdi. Bir dəqiqə keçməmiş yenə əvvəlki sükut bərpa oldu. Yunan nəfərlərinin silahlarını toplarkən ilk hücum edən zeybəyin üzünə ocaqdan işıq düşdü. Mithat əfəndi bu simaya diqqətlə baxdı. Birdən-birə dondu. Əvvəl gözlərinə inanmadı. Sonra zeybək qızı deyə içini çəkdi və soyuq bir titrəyiş vücuduna yayıldı. Mithat əfəndi o axşamı anlaşılmaz bir hissin içində keçirdi. İndiyə qədər gördükləri ona yuxu kimi gəlirdi. Təkrar-təkrar Süleymaniyə və Boğaziçi mənzərəsini xəyalında canlandırdı. Bu axşam gördüyü ilə müqayisə etdikdə şaşdı, qaldı. Bir gün atları suvarmağa apararkən bulaq başında qarşı-qarşıya gəldilər. İkisi də hərəkətsiz bir vəziyyətdə qaldı. Zeybək qızın dodaqlarında qeyri-şüuri bir təbəssüm oyandı və fövvrən qayıb oldu. Əvəzində həyalı bir qızartı yanaqlarını bürüdü. Əvvəlcə Mithat əfəndini ildırım qüvvəsi ilə qarşılayan uzun kirpikli gözlər indi həyəcan içində yerə baxırdı. Titrək barmaqları atın yanına sarılıb qalmışdı. Mithat əfəndi özünə güclə malik ola bildi. Söz demək istədi, dodaqları tabe olmadı. Sustu. Sonra ruhuna bir rahatlıq duydu. Qəlbinə bir yol açıldığını və bu yolla görünməz sirlərin axın-axın gəldiyini hiss etdi. İndi artıq iki ürək bir-biri ilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dillə dərdləşirdi. Gənclərin ikisi də aram tapıb xoş bir sima ilə bir-birinə baxırdılar. Baxın, burada demək istəyir ki, yəni onlar əslində danışmasalar da gözləri ilə, baxışları ilə bir-birlərini başa düşürdülər. Bu dəfə dillər mətanətlərini qayıb etmədi Mithat əfəndi. Mən səni İstanbuldayken
gedərkən tanıyırdım, dedi. Burada görüşəcəyimizi təsəvvür etmirdim. Mən də səni tanıyırdım, deyə Zeybək qızı başını aşağı saldı və son sözü bir-birinə toxanan çini kasaların sədasını verdi. Deməli, biz aydın olur ki, Mithət Əfəndinin Zeybək qızını gördüyü kimi, deməli, Zeybək qızı da Mithət Əfəndini öz xəyallarında görüb. Keçirik 5-ci hissəmizə. Düşmən cəbhəsi yarılmışdı. Artıq burada aylarla davam edən müharibədən sonra düşmən cəbhəsinə olan qalibiyyət öz əksini tapıb. İngilis silahı ilə təhdid olunmuş 200 minlik bir ordu dağılıb, pərakəndə bir halda geri çəkilirdi. Qırmızı türk bayrağı təkrar İzmir təpələrində dalğalanmada idi. İstanbul başqa bir aləm yaşayırdı. Əcnəbilərin işğal ordusu çəkilmədən paytaxt bütün idarə və məmurları ilə bərabər Böyük Millət Məclisinə bəyat etdi və şəhər dəbdəbəli bir türk qiyafəsinə girdi. Hər yer al bayraqlarla bəzənmişdi. Ala qapılar qurulmuş, küçələr nümayişçilərlə dolu idi. Bir də Ankara müməssilli paşa gəldi deyə səs düşdü. Bu paşa kim idi? Təbii ki, Atatürk idi. Minlərcə adam sirkəçiyə töküldü. Küçələr fəslərdən laləzar oldu. Ağatlı paşa xalqa təzim etmədə idi. Mabeyindəki gənc zabit Mithət Əfəndi və onunla yan-yana gedən milli libasın Zeybək qızı idi. Arxadan qırmızı bayraqlı nümayişçi gənclər ağır-ağır yürürdülər. Caddənin iki tərəfini işçilər zənciri tutmuşdu. Ortanı minlərcə məktəbli qız və oğlan məşğul etmədə idi. Deməli, nə görürük? Görürük ki, arxadan qırmızı bayraqlı nümayişçilər gəlir, iki tərəfində işçilər tutub, ortada isə qız və oğlanlar, məktəbli qız və oğlanlar idi. Yenə deyirəm, arxada gənclər yürür, qırmızı bayraqlı gənclər, iki tərəfini işçilər zənciri tutub və ortada isə məktəbli qız və oğlanlar idi. Yaşasın Böyük Millət Məclisi, yaşasın Zeybək qızı. Səslər göylərə yüksəldi. Balkonlardan və pəncərələrdən türk qadınları güllər atdılar, əsir tökdülər. Baxın, bu güllər atmaq var. Bunu Süleyman Rüstəmin Təbrizim şeiri ilə müqayisə edə bilər. Orada da deyir, başına gül çiçək səpim Təbrizim. Burada da başlarına gül çiçək səpirlər. Qəfilə divan yolunda dayandı. Paşa Mabeyi ilə bərabər Şərq Məhvəri klubuna endi. Nümayişçilər isə şəhəri dolanmağa başladılar. Axşam şəhər çıraqban oldu. Minlərcə qırmızı fanarlı məktəblilər Şərq Məhvərinin qarşısına toplandılar. Yaşasın Zeybək qızı deyə alqışlar qopdu. Klubun pəncərəsi açıldı. Zeybək qızının incə çöhrəsi göründü. Dəqiqələrcə alqış davam etdi. Hər tərəfdən Zeybək qızının cadəyə enməsini rica etdilər. Bir də Mithət Əfəndi ilə yan-yana qapıya çıxdı. Alqış qopdu. Ətraflarını gənclər bürüyüb onları çiçək yağmuruna tutdular. Özlərində Zeybək qızı olaraq fanar alayı körpüyə endi. Bir də körpünü açılmış gördülər. Nümayişçilərin bəy oğluna keçməməsi üçün ingilislər körpünü açmış və qarşısına mitralyozlu əskərlər qoymuşdu. Həyəcan artdı. Lakin Türk səbri həyəcana qələbə çaldı. Əcnəbilərin həyasızlığına qarşı soyuqqanlılıqla cavab verildi. Bir dəqiqədə xaricdəki yüzlərcə qayıqlar gənclərlə doldu. Bəy oğluna keçirdi. Avropa imperialistlərindən illərcə çəkdikləri təzyiqi unutmaq üçün İstanbul bir həftə bayram etdi. Bu bir həftədə Türkiyəni xilas edən qadınlığın müməssili deyə Zeybək qızını əllərdə gəzdirdilər. Deməli, görürük ki, nə baş verir artıq? İstanbul bir həftə bayram edir və Zeybək qızını əllərdə gəzdirirlər. Əsərin ümumi məzmunu bu qədər idi. İndi isə keçəcəyik nəyə? Əsərimizin təhlilinə. Onu deyim ki, kanalıma abunə olaraq, şərh yazaraq, videonu paylaşaraq daha çox bu cür videoların gəlməsinə şərait yarada bilərsiniz. Deməli, keçək nəyə? Müəllif və əsərin pasportu hissəsinə. Deməli, Yusif Vəzir Çəmilli Azərbaycan realist nəsrinin ən mühüm nümayəndələrindən biridir. Onun yaradıcılığında milli istiqlal, türkçülük, vətən sevgisi, milli oyanış və azadlıq ideyaları əsas yer tutur. Əsərin əsas mövzusu Türkiyənin
İşğal dövründə milli azadlıq mübarizəsi, xalqın mənəvi dirənişi və bu mübarizədə türk qadınının rolu məsələsidir. Əsərdə İstanbulun işğal altındakı acınacaqlı vəziyyəti ilə Anadoludakı azadlıq ruhu qarşılaşdırılır. Əsərin əsas ideyası nədir? Millət əsarətindən barışmamalıdır. Azadlıq uğrunda mübarizə müqəddəsdir. Türk qadını milli mübarizənin əsas dayaqlarından biridir. Həqiqi həyat və ruh yüksəkliyi azadlıq içində mümkündür. Milli birlik və xalq iradəsi imperializmi məğlub edə bilər. Müəllifə görə İstanbul əsir olsa da, xalqın ruhu əsir deyil, bu ruh Anadoluda yenidən dirçəlir. Keçirik tarixi fon nə zaman baş verib, yəni dövrün ümumi xarakteristikasına. Hekayənin hadisələri 1-ci Dünya müharibəsindən sonraki dövrdə baş verir. Osmanlı imperiyası məğlub olmuş, İstanbul ingilislər, İtalyanlar, Yunanlar, Fransızlar tərəfindən işğal edilmişdir. İzmir Yunan ordusu tərəfindən tutulmuşdur. Əsərdə qeyd olunan Malta sürgünüdür, İngilis əsirlərinin İstanbulda yerləşməsidir, İzmirin işğalı, Böyük Millət Məclisinin fəaliyyəti, Anadolu hərəkatının tamamilə tarixi həqiqətlərə əsaslanır. Keçirik süjetin inkişaf mərhələlərinə. Ekspozisiya. Burada ekspozisiyamız nədir? Deməli, Mithat Əfəndinin İstanbulun işğal mənzərəsini görməsi ilə başlayır. Yəni, Darülfünun Universitetinin ingilislərin Hind əsgərləri tərəfindən tutulması onda dərin sarsıntı yaradır. Şəhərin xarabalığa çevrilməsi, xalqın ümidsiz vəziyyəti onu mənəvi böhrana salır. Keçirik Zavyaska düyünlənmə mərhələsinə. Daha sonra Süleymaniyə məscidinə gedir. Burada sənətin və tarixi əzəmətin təsiri altında ruhən dəyişir. Məscidə Zeybək qızının mistik görüntüsü ona ilham verir və Anadoluya getməyə qərarı yaradır. Atası Münir bəy ilə aralarında yananan sərt ideoloji konflikt məhz bu mərhələnin kəskinliyini göstərir. Yəni, kulminasiya hansıdır? Düşmən cəbhəsinin yarılması, Türk ordusu qalib gəlir, azad olur, Zeybək qızı xalq qəhrəmanına çevrilir. Yəni, bu zaman artıq olur zirvəsi. Keçirik Ravyaskaya, yəni İnkişaf demədim. İnkişafla əslində zirvəni birlikdə götürə bilərik. Ravyaskada isə zəfər yürüyüşü zamanı ingilislərin süni maneə olaraq Qalata körpüsünü açması, körpünün açılması ingilislərin Türk xalqını ayırmaq cəhdinin simvoludur. Lakin Türk xalqının soyuqqanlı davranması müəllifin milli iradəyə olan inamını göstərir. Xalq qəzəbə qapılmadan ağılla məhz xaricdəki qayıqlarla o bir tərəfə keçir və burada artıq düyün açılır. Sonra isə gəlir sonluq İstanbulun zəfər bayramı etməsi. Zeybək qızı isə əsərin sonunda artıq tək bir insan deyil, bütöv bir millətin azadlıq simvoluna çevrilir. Yəni Zeybək qızı burada bir nəfər deyildi, bütün ümumi olaraq qadınların simvoluydu. Kompozisiya, kontrast xüsusiyyətləri nədir? Deməli, əsərimiz əsas 3 hissədən ibarətdir. Birinci isə burada İstanbulun əsarət mənzərəsidir. Burada ümidsizlik, milli alçalma, işğal, xarabalıq təsvir edilir. Milli alçalma nədir? Orada görürsünüz, orada deyirik əsərdə Mithat Əfəndi buna qarşı deyir, özünə qarşı, dövlətinə qarşı bir həqarət sayır bunları. Bax, o hissə. İkinci isə mənəvi dönüş. Süleymaniyə məscidi və Zeybək qızının görüntüsü Mithat Əfəndinin ruhunda dönüş yaradır. Üçüncü isə Anadolu və qələbə, milli mübarizə, qəhrəmanlıq və istiqlal zəfəri kimi təqdim edilir. Deməli, kontrast üsulu çox güclüdür, yəni qarşılaşdırma. İstanbul əsarəti, Anadolu azadlığı, xarabalıqda isə dirçəliş özünü göstərir. Əsas obrazların təhlilinə keçək. Mithat Əfəndi, görürsünüz ki, onsuz da çox obraz yoxdur. Əsas 3 obraz burada özünü göstərir. Mithat Əfəndi əsərin baş qəhrəmanıdır, şair ruhludur, həssas, özü müəllimdir, milli düşüncəli gəncdir. Əsərin əvvəlində ümidsiz və sarsılmışdır. Lakin Süleymaniyyədə yaşadığı mənəvi hadisədən sonra dəyişir. O milli oyanışın simvoludur. Tələbədir, şairdir, incə ruhludur, lakin daxilində böyük milli qürur və inqilabi ehtiras gəzdirən ziyalıdır. Təkamül dinamikası əsərin əvvəlində bədbin, mənəvi əzinti içində qaçış axtaran biridir. Deməli, Süleymaniyə məscidinə zülmkar əcnəbilərdən xali gürüşə kimi sığınır, lakin o passiv kədərdən aktiv mübarizəyə keçid edir.
Müəllif xüsusi vurğulayır ki, onun Zeybək qızını məsciddə görməsi təsadüfi deyil. Şair olduğu üçün gözəllik və sənət onun daxili gücünü oyadır. Yəni Süleymaniyənin əzəməti onun ilhamını oyandırır. Zeybək qızı əsərin ən simvolik obrazıdır. O yalnız bir qadın deyil, həm də Anadolu ruhunun, Türk qadınının, azadlıq idealının, milli dirçəlişin simvoludur. Onun ilk dəfə mistik şəkildə görünməsi təsadüfi deyil. Müəllif onu milli vicdanın təcəssümü kimi təqdim edir. Münir bəy isə Babərli məmuru köhnə Osmanlı düşüncəsini təmsil eləyir. O, sultana bağlıdır və milli hərəkatı qəbul etmir. Bu obraz vasitəsilə müəllif köhnə düşüncə ilə yeni milli şüur arasındakı qarşıdurmanı göstərir. Münir bəy milli hərəkatı quldurluq, qaçaqçılıq adlandırır. O, İngilis rehlərinin qarşısına çıxmağı dəlillik sayır. Münir bəy və Mithat xətti köhnə təslimçi İstanbul ilə yeni qiyamçı Anadolu arasındakı uçurumu göstərir. Mithat Əfəndinin anası isə ana obrazı burada mərhəmət və anlayışın simvoludur. Oğlunun ağrısını hiss edir və sükutla ona dəstək verir. Yəni, təfərrüatlı verilməsə də klassik övladına bağlı şəfqətli ana portretidir. Oğlunun gedişinə mane olmur, yalnız camaşır və yemək hazırlamaqla öz səssiz dəstəyini verir. Bunu da ona deyən Mithat Əfəndi idi. Yəni, ola bilər sual kimi düşə bilər ki, desin ki, anası deyir ki, gəl sənə bunları hazırlayayım. Yox, Mithat Əfəndi deyir ki, ana mənə bunları hazırla. Məkanların təhlilinə keçdikdə Darülfünun burada elm və milli düşüncənin simvoludur. Onun işğal edilməsi Türk mənəviyyatının təhqiri kimi təqdim olunur. Elm işğal edilirsə, gələcəkdə təhlükədədir. Bəyazıt meydanı xalqın ümumi vəziyyətinin müşahidə nöqtəsidir. Qalata körpüsü İstanbulun siyasi və mənəvi bölünməsini simvolizə edir. Dolmabağça sarayı keçmiş Osmanlı əzəmətinin sönməsi ideyasını daşıyır. Gülxana bağı gözəlliyin və mədəniyyətin dağıdılmasının simvoludur. Gülxana bağının viran qalması Osmanlı mədəniyyətinin artıq təhqiridir. Süleymaniyyə məscidi əsərin ən müqəddəs və mühüm məkanıdır. Burada tarix, sənət, iman, milli ruh birləşir. Anadolu azadlığın və gələcəyin məkanıdır. Anadoluya keçid yalnız coğrafi deyil, həm də mənəvi keçid sayılır. Burada deməli, qırmızı fes simvollara keçdikdə bədii detallar, dil üslub xüsusiyyətlərinə baxaq. Qırmızı fes Mithat Əfəndinin milli kimliyini göstərir. Orada deyirik, əsəbliklə qırmızı fesini gözünə dartır. Burada o duyduğu milli utancı əslində göstərir. Boz duman mistik keçid, ruhani dəyişimi simvol edir. Burada boz dumanı biz harda görürdük? Təbii ki, Zeybək qızını görəndə məhz ona görə yazmışam ki, mistik keçidi və ruhani dəyişimi. Dəyişim də ona görədir ki, məhz o Zeybək qızını gördükdən sonra onun ruhu dəyişir. Azadlığa qarşı çıxır artıq. Tonqal səhnəsi müharibənin sərt reallığını göstərir. Qırmızı bayraq istiqlal və Türk milli kimliyinin simvoludur. Əsərin dili emosional və təsirlidir. Müəllif epitetdən, metafordan, müqayisələrdən, romantik təsvirlərdən geniş istifadə edir. Mavi dalğalar, sönmüş qürur, əsir şəhər, qırmızı bayraqlar. Əsərdə realizm və romantizm vəhdətdədir. Tarixi hadisələr realistdir. Zeybək qızının təqdimatı isə romantik və mistikdir. Keçək ən incə detallar və müəllif mövqeyinə. Müəllif açıq şəkildə milli azadlıq tərəfdarıdır. O, işğalı pisləyir, imperializmi tənqid edir, xalq mübarizəsini müdafiə edir, Türk qadınının qəhrəmanlığını yüksək qiymətləndirir. Müəllifə görə xalqı xilas edən əsas qüvvə milli birlik və vətən sevgisidir. Göyərçinlərin səsi məsciddəki müqəddəs sükutu daha da dərinləşdirir. Mithat Əfəndinin şair olması təsadüfi deyil. Şairlər milli hissi daha dərindən duyan insanlar kimi təqdim olunur. Məsələt insanı dirildir. Atası ilə diyaloq iki dövrün toqquşmasıdır. Köhnə imperiya düşüncəsi və yeni milli dövlət ideyası. Zeybək qızının sonradan xalq tərəfindən alqışlanması Türk qadınının tarixdəki yerini qəbul edilməsidir. Nəticəyə keçək, hekayənin sonluğu xüsusi ustalıqla işlənib, Qalata körpüsünün açılması, zəfər yürüyüşü zamanı ingilislərin nümayişçilərinin qarşısını almaq üçün Qalata körpüsünü açması və mitralyoz qoyması onların son çarəsizliyidir. Ancaq Türk səbri həyəcana qələbə çaldı cümləsi çox mühümdür. Xalq silaha sarılmır, ağıl və birlik nümayiş etdirir. Yüzlərcə qayığın bir an içində xərici doldurması və o xalqın o taya keçməsi su axar, çuxurunu tapar fəlsəfəsinin xalq seyinin heç bir süni maniyə tanımadığının bədii isbatıdır. Xalq
Paşanı və Mitəti deyilməz Zeybək qızını əllərdə gəzdirməsi Çəmənzəminlinin mütərəqqi düşüncələrini ortaya qoyur. Türkiyəni xilas edən və gələcəyini quracaq olan əsas qüvvə fədakar və azad qadındır. Yenə dediyim kimi buradakı paşa Atatürk idi. Zeybək qızı hekayəsi yalnız sevgi hekayəsi deyil, bu əsərin milli istiqlal manifestidir. Türk xalqının mənəvi dirçəliş dastanıdır. Qadının qəhrəmanlıq salnaməsidir. Əsərdə müəllif göstərir ki, sənət insanı dirildir. Milli ruh ölmür. Azadlıq uğrunda savaş müqəddəsdir. Bu sevgi fərdi hiss olmaqdan çıxır və vətən sevgisi ilə birləşir. Keçək diqqətli məqamlara. Deməli, burada Mithat Əfəndi Zeybək qızı ilə real həyatda birinci dəfə harda rastlaşır? Yunan qaravoluna kəşfiyyata gedərkən düşmən əskərini öldürən zaman ocağın işığı düşəndə. Birinci dəfə orada görür, lakin sonradan yenə də onlar su gətirməyə gedəndə qarşılaşırlar. Lakin iki dəfədə onun əvvəlcədən gözünə görünür. Birincisi camidə idi, boz duman çıxırdı. İkincisi isə evlərində pəncərədən baxanda görünürdü. Sonra ikisində də huşunu itirirdi. Əsərdə müharibə səhnələri geniş təsvir olunubmu? Cavab xeyirdir. Çünki Çəmənzəminli müharibənin fiziki tərəfdən çox onun mənəvi, psixoloji tərəfini, xalqın daxili oyanışını təsvir edir. Bunu biz hansı əsərlə müqayisə edə bilərik? Təbii ki, İblisdən. İblisdə də müharibənin törətdiyi fəlakətlər daha çox psixoloji, mənəvi baxımdan özünü göstərir. Cəbhədəki siper həyatı sıxıntılı və yeknən kimi verilir. Mithat Əfəndinin atası milli hərəkata necə yanaşırdı? O tamamilə zidd idi milli hərəkata. O bunu Osmanlı padşahının, yəni Zat-ı Cahanənin iradəsinə qarşı çıxmaq, quldurluq və dəliliyi adlandırırdı. Burada açar sözlər də qeyd etmişəm, yəni yadda saxlanılacaq məqamlar Darülfünündür, Süleymaniyə camisidir. Yəni bunu digər əsərlərdə çox görmürük də, yəni Mehrabdır, Münirbəy, İzmir cəbhəsi, Qalata körpüsü, yəni bunlar digər əsərlərdə adı çəkilməyən hissələr idi. Əsərin təhlili bu qədər. Ümid edirəm ki, aydın oldu, yararlı oldusa paylaşıb daha çox abituriyentin və yaxud da müəllimin yararlanmasına kömək edə bilərsiniz. Çox sağ olun. Bugünlük bu qədər.